sentyabr Vətən müharibəsi. Təbii ki, Vətən müharibəsinə bizə qazandıran, 44 illik Vətən müharibəsini bizə qazandıran 1-ci Qarabağ müharibəsinin qəhrəmanlarının davamçıları olan 2021 döyüşlərinə atılan qəhrəmanlarımızdır. Onlardan biri də Muratçıyev Surxay Əbdülov. Surxay 1988-ci ildə Zəngilan rayonundan adam olmuş. Təbii ki, Zəngilan rayonundan qaçqın düşən qəhrəmanımız hər zaman torpaq eşqi ilə yanıb alışırdı. 2020-ci il 27 sentyabr Ali Başkomandan İlham Əliyev cənabları torpağı işğaldan azad edin əmrini orduya verdikdə Surxay da döyüşlərə atıldı. Təbii ki, Surxay bir zabit idi, onun heyətində bir çox əskərlər var idi. Surxay həm torpaqlarını işğaldan azad etməkdir, həm də əskərlərimizin təhlükəsizliyini yüksək səviyyədə qorumalıydı. Surxay ilk gündən döyüşlərə atıldı və Şuşa döyüşlərinə qədər iştirak edildi. Lakin 9 noyabr Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanımız qəhrəmancasına həlak oldu. Məhz qəhrəmanımızın qəhrəmanlığını nəzərə alaraq, qəhrəmanımızın döyüş yolunu nəzərə alaraq Ali Başkomandan İlham Əliyev cənabları qəhrəmanımıza şəhid olduqdan sonra Vətən müharibəsi qəhrəmanı adı ilə təltif etdi. Allah rəhmət etsin.